Bir gün yaşlı bir kişi yolu keçərkən velosipedçi onu vurur və yüngül zədələyir. Ətrafdakılar onu xəstəxanaya aparırlar. Doktor onun sınığı olub-olmadığını bilmək üçün rentgen olacağını söyləyir. Yaşlı kişi isə rentgen olmaq istəmədiyini və tələsdiyini söyləyir. Tibb bacısı yaşlı kişidən hara tələsdiyini soruşanda isə yaşlı kişi arvadının xəstəxanada olduğunu və hər gün səhər onunla səhər yeməyinə getdiyini söyləyir. Tibb bacısı, siz narahat olmayın, biz sizin həyat yoldaşınıza xəbər verərik. Yaşlı kişi isə kədərli ifadələrlə həyat yoldaşının Alzheimer xəstəsi olduğunu və heç nə başa düşmədiyini, hətta mənim belə kim olduğumu bilmədiyini söyləyir. Tibb bacısı təəccüblənir və yaşlı kişidən soruşur. Əgər o sizin kim olduğunuzu bilmirsə, bəs niyə hər gün səhər onunla səhər yeməyi yeməyə gedirsiniz? Yaşlı kişi cavab verir. O mənim kim olduğumu bilməsə də, amma mən onun kim olduğunu bilirəm. Unutmayın, həyatda ən çətin şey keçəcəyiniz körpülərlə yandıracağınız körpüləri aid edə bilməkdir. Gününüz uğurlu olsun.